İran daha böyük təhlükədir. Mən belə hesab edirəm, nəinki Rusiya. Rusiya Ermənistan əli ilə nəsə etmək istəyəcək və özü də görürsə qızışdırır və bu sol düşüncəli, sol beyinli universitetləri, əllərinə alıblar həm Avropada, həm Amerikada solçuluq, bir tərəfdən Trump'ın radikal sağ konservatizmi, bir tərəfdən deməli, ermənilərin güya hüquqlarının pozulması, özünüz də oxudunuz, New York'un o yalancı meri var, Namadidin nədir, onun yazıları, yəni xəbəriniz var və s. və s. və s. Əlbəttə ki, dinç durmağa, yaxud belə deyək də, rifahla yaşamağa imkan verməyəcəklər. Hələ bir müddət belə olacağı, çünki çalxalanır, yeni dünya düzəni yaranır, yeni formalar yaranır, yeni qurumlar yaranır. Ona görə bir müddət əl çəkməyəcəklər. Amma Rusiyanın Azərbaycan nəsə edə biləcəyi, dediyim kimi, altdan nəsə edə bilər. Birbaşa Azərbaycana nəsə etmək gücündə, qabiliyyətində, qeyrətində, üzr istəyirəm, deyil Rusiya Federasiyası. Amma İranın Azərbaycana yeritdiyi ki, o bombalar var. Yəni, bilirik də biz də danışırıq, hakimiyyətdən danışırıq, İranın hakimiyyətinin yeritdiklərindən danışırıq. Nə bilim, o məzhəb tərəfdar, nə deyirlər, təəssübkeşliyi filan, bunlar da izahat iş aparılmalıdır da, yəni insanlarla maarifləndirici söhbətlər edilməlidir ki, çox nağıllar var, çox rəvayətlər var. İran özü, bax, deyim biləsiniz, yoxdur, burada mən deyəndə mən profesör filan deyiləm, o mənada, ümumiyyətlə, nə faktlar deyirəm. İsrail dövlətin birinci tanıyan 10 dövlətin içində İran da var. Ən tüz tanıyan dövlətlərin içində. Yaxın şərq ölkələrini qıcıqlandırmaq, acıqlandırmaq, ərəbləri, nə bilim, pis günə salmaq üçün. Bəs indi nə oldu deyirsə, İran, İsraillər lənətlənib. Və bu kimi o qədər antagonist düşüncələr var ki, İranda. O qədər, yəni hərbi qurumlar, hərbi özünü dini maska taxmış qurumlar hakimiyyəti vermək istəmirlər. Bu belədir. Mülkü yaxud dünyəvi hakimiyyətlə hesablaşmaq istəmirlər, çünki sərvətləri var, çünki çox cinayətlər eləyiblər. Ona görə yəqin ki, İran xalqı öz sözünü deyəcək. Və biz gözləyirik ki, müharibənin yeni mərhələsi başlayacaq. Yəqin ki, belə olacaq. Çünki bunlar öz xoşları ilə gedən oxşamırlar və özünüz də görürsünüz ki, bu qətllər də davam edir, edamlar daha doğrusu hər gün İranda edamlardır. Bilmirəm, indi yəqin Azərbaycan mətbuatı bizdən daha yaxşı bilər, amma inandırım ki, Ukrayna mətbuatı da gecə-gündüz yazır. Filan kəsi bugün astılar, filan kəsi dönən astılar, özdə cavan insanları yazıqlarına yaşamayıblar. Həkim də asırlar ki, filan kəsi kömək eləmirsən. Belə qəribə bir durumdur. İnternet yox, əlaqə yox, bilmirsən vəziyyət necədir. Məsələn, mən əgər qərar qəbul edənlərdən olsam, İran məsələsinə daha ciddi yanaşam. Rusiyanın məsələsi bitib, Rusiya ikinci, üçüncü əllə nəsə eləyə bilər. Amma İran çox təəssüf olsun ki, belə deyək, hələ də bizim insanların müəyyən bir qrupları başa düşmürlər ki, nə baş verir. Əgər bizim doğrudan da təəssübkeşliyimiz varsa, onda bizim xalqımızın nümayəndəsi və doğrudan da birbaşa qapalı yolla seçilmiş biz Pezeşkiyanı niyə dəstəkləməyək? Bizim o, nə bilim, İslam keşikçilərinə bizim nə işimiz? Onlar özləri üçün yaşayan adamlar da, hamısı milyarder, milyoner adamlar deyadınıza gəlir. Fələstin, nədir, Qəzza, daha doğrusu Hamasın liderinin Qətərdə 3 milyard nə qədər dollar pulu var. Filankəsin altın, belə qaldıran kimi altından 1 milyard, oradan 500 milyon, oradan 2 milyard, oradan filan gəlir. Onlar İslam bilirlər, İslam o deyil. Qurandan kənarda İslam yoxdur, quraşdırılmış İslamdır, tamaşadır. İrandakı bu İslam keşikçilərinin İslamı o, elə İslam olmur. O sonradan düşünülmüş və farslığa xidmət edən, fars dinidir o. Böyük mənada İslam dini əgər təəssübkeşlik eləmək istəyirsinizsə, əvvəla dini təəssübkeşlik olmur. Dini təəssübkeşlik məsələsi
yaxşı heç nəyə gətirmir. Məsələn, dindən yaxud başqa məsələlərdən ən az danışılan ölkələri mən sadalayım sizə və onların rifah səviyyəsinə baxın. Bu demək deyil, Allahdan imtina edirlər, xeyr. Katoliklər bizdən də dindardılar. Amma heç kəs görməz onların necə getdiyi. Bazar günü o başdan gedirlər, yaxud Pasxa gecəsi axşam saat 11-dən 12-dən gəlirlər, o İsa Aleyhisselamın qeyb olması filan da, o senoşra deyirlər, yəni bütün gecə xidmətdə dururlar. Amma bununla bağlı da yazmırlar, nə bilim, İsveç katolikləri İrlandiya katoliklərinə görə, nə bilim, Böyük Britaniyanın filan, nə bilim, nə etməlilər. Cici işlərlə məşğul olmurlar. Kim sizə uzaq olsun, qadağan eləyir ki, nə bilim, ya Allaha sitayiş eləməyin, yaxud ya dini baxışlarınızdan imtina eləyin. Qasım Süleymanı 1-ci Qarabağ müharibəsində mən, istəyirsiniz 10 nəfər bir dəqiqə, bax, zənciliyin efirdən çağırın bütün batalyon komandirlərini, yaxud rota komandirlərini. Bizlə Azərbaycan torpaqları ilə döyüşən bir yaramaz idi. Qasım Süleymanıya yaz saxlayar Azərbaycanla. Özünə hörmət edən, milliyyətinə, dövlətinə, nə bilim, ailəsinə hörmət edən Qasım Süleymanı terrorçuya yaz saxlayar. Saxlamaz. İnsanın bir qüruru olar, insanın bir, nə bilim, nəyi olar axı biz? Nə bilim, valla bilmirəm. Azərbaycan Respublikasının torpaqlarını əlindən almaq, Azərbaycan Respublikasının namusuna toxunmaqdır. Hər bir insanın. Aydındır ki, ilk növbədə kişilər silah götürməlidir. Bu belədir. Demək, sənin namusa toxunana sən baş əyirsən, yaxşı ona səcdə edirsən. Budur İslamı sizin. Belə İslam olur. Axı biz canlı şahidləriyik. Orada işte mən Allah haqqı deyirəm. İstəyirsiniz, vaxtımız var. Götürək efirdən zəng eləyək komandirlərə. Bəlkə bütün Rusiya fars dilində danışmırdı. Bəlkə biz bilmirik Qasım Süleymanı 1-ci Qarabağ müharibəsində ermənilərin yanında idi. Fərqi yox da Qasım deyildi, Məmməd Qasım idi. Amma həmin adamlar da həmən qurumdur da. Qasımın özü deyildi bəlkə də. Dediyim kimi Məmməd Qasım idi. Bu belə olub da, yəni bizim gözümüzün qarşısında olub, yəni biz bunun içərisində olmuşuq, özüm qulaq asmışam. Mən Radio Elektronika Universitetini oxumuşam, radio kəşfiyyat üzrə polkovnika. Yəni bu, özüm qulaq asmışam, özüm. Kimsə yox, Heydər yox. Özümü pelikanlarda eşidirsən də danışıqları. Bu həmənki İrandır da. Götürüb buna nəyi yaz saxlayırsan, o kimdir səndən, harada onun səndən məhzəb yoldaşı ola bilər. Əgər o sənin namusa sataşırsa, sənin torpağı əlindən almaq istəyirsən, sənin ailəyə zorlamaq istəyirsən, sən ona necə yaz saxlaya bilərsən? Eləməməlisən də bunu. Bəs insanın qüruru olmalıdır axı. Ən az axı, sən Azərbaycanlısan, sənin qürurun olmalıdır. Sən Qafqazlısan, sən ümumiyyətcə insansan. İnsansan demək hansısa bir qürur hissin olmalıdır sənin. Boş-boş ağızdan ağıza, nə bilim, siyonistlər lənətə gələn millətin niyə Allah yaradıb? Niyə lənətə gəldiyin özü yaradıb, yaxşı? Gətirəcəyin özü yaradıb. Bu ifadələr hardandır? Siyonist, əzbəri və heç bilmirlər siyonist sözün mənası nədir? Sion dağında doğulanlar. Biz demirik Savalanlı, biz demirik Qarabağlı. Bunlar da siyonistlərdir. Belə boş-boş, mənasız işlərlə məşğul olmağın axırı da gəlib Rus yaramaz Putin, uşaq qatili, ümumiyyətcə qatil, terrorçu Putin ki, dünyanın bütün məhkəmə sistemlərində axtarışdadır. Azərbaycana hədə qorxacaq. Bildiniz? Ona görə. Çünki Ermənistanda da belə başıboşlar, köçəryanlar, daha doğrusu Rusa satılmışlar var. Və bir mənalı olaraq deyirik və görürük, hesablayırıq da. Rusu müdafiə edənlər İran hökuməti müdafiə edir. İran hökuməti müdafiə edənlər Rusları müdafiə edir. Mütləq əksəriyyəti belədir, Heydər bəy. Mütləq əksəriyyət.